Tanınmış sosioloq Arthur Wenger illərlə fərqli ölkələrdə monoton və sadəcə iş içində yaşayan minlərlə insan arasında sorğu keçirilib və topladığı məlumatlar əsasında məşhur bir kitab nəşr edib və adını qoyub "İtirilmiş istirahət günləri". Bu araşdırmaya görə insanların həyata boşa verilməsinə səbəb olan 5 böyük səhv bəlli olub. Birincisi, istirahət günlərini sadəcə evdə tək oturub sosial şəbəkələrə baxaraq keçirməkdir. İkincisi, iş qrafikini və tapşırıqları həyatın özündən daha önəmli hesab etməkdir. Üçüncüsü, yaxın dostlarla yığışmaq yerinə həmişə gələn dəfə mütləq deyib görüşləri təxirə salmaq. Dördüncü, dostlarla bir araya gəlsə belə səmimi söhbət etmək yerinə yenə telefonlara qapanmaq. Və beşincisi, ən böyük səhv, həftə içi yığılan bütün o stresi dadlı bir masa arxasında səs-küylə unutmamaq. Həyatınızı itirilmiş günlərə çevirməyin. Bu axşam monotonluğa son qoyun. O qrupunuzdakı həmişə planı təxirə salan dostunuzu da götürün və Horn Pub'a gəlin. Çünki əsl xatirələr evdə yox, bu masa arxasında qurulur. Xatirələrinizi Horn Pub'da yaşayın.